Müəllimlər, mən Nuranə Vəliyeva. Bugün sizlərlə bərabər 3 sualın izahına baxaq. Qeyd edim ki, bu suallar sertifikasiya imtahanının sualları ola bilər və çox diqqətlə qulaq asmağınız tövsiyə olunur. Birinci sual belədir. Şagirdlərin 8-ci sinif üzrə əldə etdiyi bilik və yerinə yetirdiyi tapşırıqlar üzrə bacarıqlar nəyin köməyi ilə yerinə yetirilir? Deməli, şagirdlərimiz 8-ci sinifdə oxuyur. 8-ci sinifdə onların bilikləri və bacarıqları. Təbii ki, mən bunu sizə dərs müddətində də qeyd etmişəm ki, bu alt standartdır. Alt standartlar təhsil alanların, təhsil verənlərin qarşısında dövlətin qoyduğu bir normadır, bacarıqdır. Alt standart təhsil alanların bilik bacarığı, təhsil alanların bilik bacarığı dəyər səviyyəsini müəyyən edir. Alt standart siniflər və fənlər üzrə summativ qiymətləndirmə aparılmasını təmin edir. Alt standart təhsil alanların, təhsil verənlərin qarşısında dövlətin qoyduğu bir normadır, tələbdir. Və 3 deməli rəqəmdən, məsələn 1.2.1, 3 rəqəmdən üçüncüsü bizdə alt standartdır. İkinci rəqəm bizdə əsas standartdır. Birinci rəqəm isə məzmun, xəttidir. 5-ci suala baxırıq. Məktəbdə olan inkişafın monitorinqi həyata keçirilən fəaliyyətin məqsədə uyğunluğunun aşkara çıxması, şagird nailiyyətinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsi həyata keçirilir. Bu dövlət standartına hansına aiddir? Ümumiyyətlə burada monitorinq var. Fəaliyyəti biz izləyirik, nailiyyəti izləyirik, pedaqoji işçilərin peşəkarlıq dinamikası izlənməsi, perspektivlərin müəyyənləşdirilməsi, əlbəttə burada idarə olunması var. Dövlət və ya təhsil standartı, əvvəllər biz onları ayrı-ayrı öyrənirdik, elədirmi? İndi onları birlikdə öyrənirik. Dövlət və ya təhsil standartı 2020-ci il 29 sentyabrda birləşdirilmişdir. Dövlət və ya təhsil standartı təhsil alanların, yəni şagirdlərin bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulmuş dövlət tələbidir. Ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, infrastrukturu, maddi-texniki tədrisi bazası, təhsil verənin keyfiyyət göstəricisi, təhsil alanın bilik, bacarıq, vərdiş səviyyəsi, qiymətləndirmə, səriştə, pedaqoji tələblər və bunlar həftəlik dərs və dərsdən kənar məşğələ saatları, bunlar hər biri biz dövlət və ya təhsil standartında öyrənirik. Tarix dərsində müəllim tarixi şəxsiyyətləri keçərkən öncə ilki, baxın, diqqətli olun, öncə ilki sinifdə olan digər şəxsiyyətlər haqqında şagirdlərə suallar verir. Deməli, mən 10-cu sinifdəyəm, tutaq ki, 9-cu siniflə inteqrasiya edirəm də. Öncə ilki sinif nə deməkdir? Yəni, əvvəlki sinif. Yəni, biraz Azərbaycan dilində də burada sinonim sözlərə diqqət etdirmək lazımdır. Öncə ilki, yəni əvvəlki illərdən biz istifadə eləmişik. Deməli, burada necə bir inteqrasiya var? Fən daxili, şagird inteqrasiya var. Ümumiyyətlə, biz inteqrasiyanı 3 qrupa ayırırıq. Bunlar hansılardır? Fən daxili, fənlər arası və fən üstü inteqrasiya. Fən daxili özü də 2 qrupa bölünür. Fən daxili üfüqi və fən daxili şagird. Şagird dedikdə şagird xətt üzrə, üfüqi dedikdə isə üfüqi xətt üzrə yadda saxlamaq lazımdır. Üfüqi inteqrasiya eyni sinifdə, eyni sinif, eyni fən, amma məzmun xəttlər arasında. Şagird isə müxtəlif siniflər, eyni fən. Amma burada nə baş verirdi? Amma məzmun standartları arasında, siniflər arasında əlaqəni təmin edir. Ümid edirəm ki, bu suallar sizə köməyinizə yarayacaq və dərslərimizdə iştirak etmək üçün əlaqə saxlaya bilərsiniz, abunə ola bilərsiniz, paylaşa bilərsiniz, müəllim yoldaşlarınızla, dostlarınızla bölüşə bilərsiniz, WhatsApp qruplarınızda bölüşə bilərsiniz və qeyd edək ki, bizim YouTube-dan canlı dərslərimiz də olur. Hər həftədə 2-3 dəfə canlı dərslərimizə də qoşula bilərsiniz. Və dinləyən bütün müəllimlərə uğurlar arzu edirəm. İnşallah ki, bütün müəllimlərimiz imtahanlarda uğurlar əldə edərlər. Sağ olun, salamat olun. İnşallah növbəti izahlarda görüşərik.